açıq-aşkar əminliklə deyə bilərik ki, hakimlik Qarabağa çox böyük zərbələr vurdu bu mövsüm və Qarabağdan başlayaq. Bu komanda Avropa Liqasına vəsiqə qazandı. Doğrudan da şəxsən mən Qarabağın o əzəmətini, o böyüklüyünü qaytarmasını çox istəyirəm. Əslində heç nə dəyişməyib, əslində o böyüklük, o əzəmət itirilməyib. Sadəcə mövsümün sonlarına doğru bu klub ətrafında elə bir neqativ formalaşdı, elə bir mənzərələr, elə bir səhnələr gördük ki, məyus olmamaq mümkün deyil. Yəni futbol təəssübkeşi olaraq, bir ədalət təəssübkeşi olaraq Qarabağ adına məyus olmamaq mümkün deyil. Qarabağa qarşı hakim haqsızlığı səhnələrini çox görmüşdük, amma həmin vaxt görürdük ki, futbolçular Qurban Qurbanov və digərləri bax belə məyus olmurlar, belə aqressivləşmirlər, belə kədərlənmirlər daha doğrusu. Bunu ən yaxşı kədərlənmək deyə bilərik. Amma son vaxtlar ölkə futbolunda yaşananlar, Qarabağın əzəmətinə zərbə vurmaq, müxtəlif formalarda zərbə vurmaq cəhdləri bu komandanı açıq-aşkar çox məyus edirdi. Bu aşkar görünürdü. Baxmayaraq ki, möhtəşəm bir Çempionlar Liqası mövsümü keçiriblər. Azərbaycan futbolunun 10 ilə, 100 ilə çatmayacağı məqamlara çatıblar. Ən əsası hakimliyin Qarabağa zərbə vurması istənilən halda, istənilən şəxsi üzməyə bilməz. Yəni istənilən halda üzücüdür, məyus edicidir. Xüsusilə bax biz müşahidə etdik, hər nə qədər müzakirəli olsa da Kubokun yarımfinalında o əl epizodu, ondan başqa hakimlikdən Qarabağa qarşı məsələn Kəpəzlə oyunda o penaltinin verilməməsini vurğulaya bilərik. Yəni açıq-aşkar hiss olunur və açıq-aşkar əminliklə deyə bilərik ki, hakimlik Qarabağa çox böyük zərbələr vurdu bu mövsüm və mən düşünürəm ki, buna qədər ayrı-ayrı periodlarda bu hadisələr yaşanıb, Qarabağın qayıtmayacağı, əzəmətinin artıq tükəndiyi, artıq bitdiyi, Qarabağ dönəminin başa çatdığı deyilib, amma hər dəfə daha güclü, daha yaxşı qayıdıb. Məncə indi yenə vaxtıdır. Çünki bu klubun yaxşı olması hamımızı xoşbəxt edir, hamımızı sevindirir. Hansı klubun azarkeşi olmağından asılı olmayaraq, hansı maraqların sahibi olmasından asılı olmayaraq, Qarabağla bağlı baş verənlərə böyük təəssüfümüzü, böyük məyusumuzu gizlətmirik, xüsusilə mövsümün sonlarında və bu kluba həmin o kədər, həmin o haqsızlıq, həmin o proseslər yaraşmır belə deyə və ümid eləyək ki, Qarabağ böyük qayıdışını, bəlkə də tarixinin ən böyük qayıdışını eləyəcək.